Hekayə, adı silinən adam. Şahin bazarın arxa tərəfində bıçaqlandı. Saat 18:40-da. Kameralar işləmirdi, təsadüfən. Hadisəni görənlər vardı, amma hamısı eyni şeyi dedi. Heç nə görmədik. İş materialı sahə müvəkkili Elçinə verildi. Elçin bu rayonda böyümüşdü. Hamını tanıyırdı. Şahini də tanıyırdı. Xırda alver, borc, dava dalaş. Təmiz adam deyildi. Meyidin cibindən 4200 manat çıxdı. Cib telefonunun ekranı sınıq idi. Sim kart yox idi. Bu təsadüf deyildi. Elçin kameralara baxdı. Biri işləmirdi, ikincisinin yaddaşı təmizlənmişdi. Kiminsə tələsdiyi açıq idi. Bıçaq zərbəsi ürəyə dəqiq vurulmuşdu. Küçə davasına oxşamırdı. İlk söhbəti bazardakı köhnə tanışı Rövşən idi. Aralarında pul söhbəti vardı. Elçin onu çağırdı. Şahini sonuncu dəfə nə vaxt gördün? 2 həftə əvvəl, dünən axşam bazardaydın? Rövşən başını qaçırtdı. Hamı kimi. Telefon məlumatları gəldi. Şahinin nömrəsi hadisədən yarım saat əvvəl naməlum bir nömrə ilə 6 dəfə danışmışdı. Nömrə rəsmi olaraq ölü bir adamın adına idi. Elçin dayandı. Bu sxemi tanıyırdı. Meyidin barmaq izləri yenidən yoxlanıldı. Sistem uyğunsuzluq verdi. Şahinin şəxsiyyət vəsiqəsindəki adamla ölən adam tam uyğun gəlmirdi. Deməli Şahin deyildi. Arxiv açıldı. 5 il əvvəl itkin düşmüş bir adamın şəkli çıxdı. Üç cizgiləri uyğun idi. Ad dəyişmişdi. Borclar qalmışdı. Kimlərsə onu tapmışdı. Elçin qovluğu rəisin masasına qoydu. Rəis baxmadan dedi, bu iş bağlanır. Necə yəni? Elə belə, ictimai təhlükə yoxdur. Elçin başa düşdü. Pul yuxarı qalxmışdı. Bir həftə sonra Rövşən saxlanıldı. Üzərinə təsadüfi dava yazıldı. İş bağlandı. Media yazdı, hamı sakitləşdi. Amma Elçin bilirdi, Rövşən sadəcə yerini doldurmuşdu. Bu axşam evə qayıdanda Elçinin maşınının şüşəsində kağız vardı. Bəzi adlar torpağa gömülməlidir. Sən qazma. Elçin kağızı cırdı. Amma işi davam etdirmədi. Çünki bu şəhərdə bəzən cinayət törədən yox, xatırlayan cəzalanır. Müəllif Püstə Sahib qızı.